Telefonunuzu bir günlüğüne itirsəniz, yəqin ki, sizə əsəbləşdirərdi. Və Bəs sonra onu həmişəlik həmişəlik itirsəniz, bu sizin həyatınızın sonu olardı, yoxsa yeni bir həyatın başlanğıcı? Son zamanlar sosial mediada dopamin detoksu, telefonunu kənara qoy, həyatını qazan tipli fenomenlər yayılıb. Bəs həqiqətdə bu mövcuddurmu, yoxsa bizə satılan romantik bir ideyadırmı? Gəlin buna həm elmi, həm də tarixi şəkildə baxaq. Dünyada hələ də ekransız yaşayan insanlar var və bunlar ABŞ cəmiyyətidir. Onlar ABŞ-da yaşayırlar. Həyatlarında nə internet, nə telefon, hətta bəzi hallarda heç elektrik istifadəsinə belə yer verilmir. Amma təbii ki, bunlara baxmayaraq onların insan əlaqələri çox güclüdür, diqqətləri parçalanmazdır və həyatlarını sakit, stabil şəkildə davam etdirməyə çox yaxşı şəkildə bacarırlar. Və real fakt budur ki, onlar bu həyatı sonradan detoks kimi seçməyiblər. Onlar bu həyatın, bu sistemin tam içərisində doğulmuş vəziyyətdədirlər. Və müasir dünya isə təbii ki, onun əksinə tam ekran çağındadır. Gəlin bir də işin elmi tərəfinə baxaq. Son illərdə ekransız həyat adlı bir çox çalışmalar aparılır və bu çalışmaların birində qatılımcılardan 30 gün ərzində heç bir ekran vasitəsindən istifadə etməmələrini istəyirlər. Və 30 günün sonunda qatılımcılar artıq özlərinə yeni hobilər tapmış olurlar. Yuxu, diqqət, yaddaş mərkəzlərində də çox güclü şəkildə irəliləyişlər görünür. Və işin maraqlı tərəfi odur ki, qatılımcılar ilk 3 gün ərzində çox güclü stres yaşamış olurlar. Bu stresin də səbəbi odur ki, beyin artıq dopamin ala biləcəyi heç bir vasitə görmür ətrafda. Nə bir bildiriş, nə bir qısa video, nə bir bəyənmə. Bunların hər birindən məhrum şəkildə 30 günlük bir həyat yaşayır. Və bu tədqiqatların sonunda biz görə bilirik ki, oradakı səbəb əslində texnologiyada yox, bizim beyin kimyamızda gizlidir. Nə zaman ki, biz beyin kimyamızı regulə etməyə bacarırıq, onun üstündə işləməyə bacarırıq, tam ekransız olmasa da ağıllı şəkildə ekran idarəsində olan həyat yaşamaq mümkündür. Və gələn videoda da mən bunun əsasında sizə 4 sadə qayda göstərəcəyəm.